Bu dünyanın, müasir dünyamızın birinci, ən böyük problemlərindən biri insanın özün tənha hiss eləməsidir. Bu dövrdə görsən insanlar hərəsi öz problemlərinin içində çabalayır, özün tənha hiss edir, köməksiz hiss edir. Tənha hiss eləməkdə insanı yavaş-yavaş özü bilmədən ümidsizliyə tərəf aparır. Ki, deyirdi, intizar fəlsəfəsinin, intizarın, ağanın gəlişini gözləməyin nə xeyri var? Birinci xeyri elə o psixoloji gərginlik ki var, insan özün tənha hiss edir. Tənha hiss eləyən insan da başlayır getdikcə mənasız həyat tərzi keçirməyə. Birincisi onun qarşısını alır. Valideynini övladla, valideynsiz şəxs eyni cür özünü aparmır. Valideynini övlad istər-istəməz bilir ki, valideyn ona nəzarət edir. Dərhal özündə dəyişiklik yaradır, özünü nəzarətdə saxlayır. Amma valideyni olmayan fikirləşir ki, bir dənə valideyndə o da yoxdur. O da yoxdursa özümü kimdən qoruyacam? Peyğəmbər və Əhl-i Beyt əleyhimussalamın ardıcılları yeganə şəxslərdir ki, onlar bilirlər ki, ixtiyar sahibləri var, yiyəsiz deyirlər. Və onların gözlədikləri şəxsi Allah Teala ilahi höccət təyin edir və hal-hazırda o ilahi höccət həyatdadır, yaşayır. Həzrətin elə yaşaması düşüncəsi bizə kifayət edir ki, biz özümüzdə dəyişiklik yaradaq.